Ha, qapı açıq qalmalıdır. Havalı su yoxdur, çox su yoxdur. Yaxşı. O nədir? Bu rəhmətliyə çox. Bunu bura. Nə rəhmətli ya kişi. Yəni görəydə bir xəbər ətər çoxdur sən də. Ay o gün bilsən necə idi? Biz şey apardıq maşını. Bilirəm, mən də getmişəm də. Bir şeydir. Hələ xəbər yoxdur. Yəni görsən necə heyvanlardır. yazıq heyvanları çox istəyirdi. İndi istəməsin. İndi bunu hara eləyək? Bir yerdən asarıq da. Sən burada, ha? Burada Allah rəhmət yavaş-yavaş mən şey deyim burada. Yavaş-yavaş. Yaxşı. Şəklində qoymuş. Gözümün qabağından keçmir o. Çox maraqlıdır. Bu heyvanlarla çox maraqlıdır burada belə. Allah görsün də rəhmətə gedibsə, futbol oynaya bilməyəcəyik. Uşaqlarla bizə burada məhəllədə. Əslində hələ heç bir şey yoxdur. Xəbər əhtiyac adı yoxdur. Futbolu gördüyüm oynaya bilməli. Hətta görsən instrumenti qoyub gedib burada. Hadi yəqin ki gör. Ehtiyatlı ol yine sən ola. Yox, Heç gözümün qabağından getmir. Həmişə onu belə şey görmüşük axı. Deyən, gülən, rəqs eləyən, nə bilim, enerjili. Gecə yuxuma da girib. Yuxular girib? Ha. Necə? Nə deyirdi? Ya bilməm, belə qarşıma qarşı yuxu da Allah xeyrinizə olsun, nə bilim. Necədir qoş? Necə olacaq, yadigardır, qoy yazsın. Dina, bəlkə bir dənə burada portretini bıraq ortada belə. Yox, orada heyvanlar var. Gəl, otur, portreti buradadır. Amma gedər daha mən səni. Yox, Ha. görürsən, üz gözündən nur yağır. Fikir verirsən, barmağı ilə də nəsə görsədir. Heç mən fikir verməmişdim onu. Bəlkə nəsə demək istəyib. Ha, ola bilər. Bəlkə nəsə onunla axır sözü ola bilərmiş, nəsə göstərdirmiş nəsə. Sən bilsənə, dedin, Novogodda ya da yer dedi ki, giyin özü at. Qapı açıldı. Qapı açıqdır. Kim olar görürsən? Gəlin. Gəlin görək. Xəbər versin. Gəl. Gözlüyün ölər. Xəbər ətər zadı yoxdur, keçin. Keçin onu. Mən də gətirdim xalçasını. Rəhmətli xalçasını gətirmişəm. Fikir ver, üzündə necə nur var. Keç, keç otur. Həyatlılar, nə eləmək olar? İnanırsan, Halman qonşuları getirib qoyub bura. Bir adam da yaxına gəlmir ki, aşı yox, öyrətər. Heç kəs inanmırdı. Heç kəs inanmır o. Bütün şəhər danışır, bütün hər yan. Təsəvvür nə qədər zəhdər alır. Mənə yuxu kimi gəlir. Pastayan da deyən, gülən, qaça-qaça. İnteresli. Hələ bir ki, Həcinin ürəyinə danmış deyə. Mən deyirəm, bəlkə onun taksi dostları var, taksi şoförü. Bəlkə onlara zəng edək. Səndə var nömrələri bəgən? Bir kişinin var nömrəsi. Onun xərçəsi deyək. Oğlum, mən təsbihim. Açıldı qapı. Oy, salam qardaş, salam. Ne yok ki, var vəziyyət. Ay maşallah, bayramdır ki. Deyim mübarək olsun, bugün mübarək olsun. Xəbəri yox deyir. Hər şey. Mansur dayı. Maşallah, şam yanır burada gözəl. Mansur dayı. Halvan görmüş. Halvazam qoymuş. Mansur dayı. Xəbərini dəqiq. Təsəvvür eləyib yenə. Gəl. Bitirmiş ya boyda kişini ayız. Mansur. Bizim həmişə burada bir gəlirdi rəqsin. Nə Dəqiq danışırsın? məlumatımız yox deyə hələ. Sən Allah. Gəl. Hələ axtarırıq. Bilinmir elə. Bilinmir elə. Gəl. Deyirəm ay Yusuf, həyat görürsən də. 500 milyar deyir ki, Allah özü səbir versin. Yaxşı idi. Gəldi keçən dəfə burada bir xeyli rəqs elədi. Deyirəm, Yusuf mən milli sərvətimizi itirmişik. Açıldı. Açıqdır. Açıldı da qapı. Salam əleykum. Əleykum salam. Gəl. Axır qəbir Sağ ol. Estağfurullah. Şəhər xəbər ətər yoxdur. Salam əleykum. Gəl. Hələ dəqiq xəbər yoxdur. Siz də tələsməyin. Elə qəhtli qaməti var idi. Məni aparıb yola salırdı. Bir səbətdə eləyirdi.
Eləyirdi nə istəyirsiniz? Eləyirdi, eləyəcək də. Nə var, bir şey var elə ortada. Yox. İndi sənə də gəlir. Yoxdur. Düz təsəlli veririk özümüzə də. Xalçasını da gətirdi. Milli sərvətimiz idi. Allah rəhmət eləsin. Allah Əcil versin. Allah canın sağ eləsin, belənçi deyərlər. Rəhmət. Tek olsun. Yox, düz deyə, ölüyə də rəhmət var, diriyə də. Ancaq da indi biz ona indi bir saat elə Allah canın sağ eləsin. Qonşular halva getirib qoyublar. Deyirəm Allah rəhmət eləsin. Yaman kişi, boyunlu, buxunlu. Kibir deyən görə yəni bir xəbər yoxdur, elə şey demək nə? Məclisi bir adam idarə eləməlidir. Oturub başda da, indi o idarə ilə gəlib gedənləri yola salmağa, qarşılamağa. Dua bilirsən sən? Mən ruski yazıçıyam. Yəni bilən vardı, bir nəfər oturacaq. Mən bilirəm onu, tam yox, belə də Fatihə bilirsən, ha? Şəmsi bilir. Biz onu bilirəm. Fatihə məsələ. Bilirsən, gəl qardaşım, gəl otur əlinin Sağ yanına. əlinə yoxsa soluna indi? Sağ. Şəmsi, gəl əyləş qardaş, otur əlinin Gəl yanına. qardaş, gəl otur. Ya Allah. Ya Allah. Mən də öyrənərəm bunu necə deyirlər. Deyir, Sağ hala. əllə dua. Rəhmətli necə üzü nurluydu. Ölümə yaxın elə bir Allah bilirdi. Özünə bir nur gəlmişdi. Vahşi hava deyim sənə də oradan elə. Yox, ölüm barədə danışmır o da, bayaq söhbət oldu da, biz ölüm demirik. İtib, tapılır inşallah, dəqiq məlumat yoxdur. Yox, Armən orada barmağı ilə də nəsə görsədir. Ola bilər ki, işarə verilmiş, fikir verməmişik biz. Hara barmağı ilə görürsən? Nə bilim orada deyir, bax fotoda. Ha, Doğrudan çox yaxşı şəkillərindən biridir ya. Ne demək? Çox qəşəng şəkillərdən biridir. Taxta babadır orada. Yeni ilde çekildi bu her şey. Ha, yeni Bilirdi, indi olmaz. Axırıncı fotodur. Sifət də çox belə şirin düşüb, elə bir orada belə. O görəndə doğrudan adamın həmişə belə əhvalı istər-istəməz dəyişirdi ya. Həmişə nəsə bir yaxşı bir şey deyərdi, adamın könlünü alardı. Kişi halal adam idi, bir halvanın dadına baxın, çaydan için. Tam ürəyə gəlmir, nə də. Tam necəsən ürəyə gəlir onu yeməyə. Vallahi adam ürəyə. Halal adam idi, baxın dadına. Bayaqdan gətirib, qonşular gətirib, doğrudan heç biz də yaxından düşəmirik ya. Ölüb qalıb, axı bu Xəbər gülünün yoxdur. halvası yemədik biraz. İndi onun adına gəlib çıxıb o da. Ya bir İndi də biz demirik ki, halvanı ölüm. yemək savabdır da, yəni ki. Ha, onun adına gəlib. Ölüm ölsə. Artıq əgər yeyirsə halvanı, deməli o inanır ki, ölüb. Yox, ölməyə, diriyə də rəhmət var, ölüyə də rəhmət var. Ara gün, indi də ehsanat verilir, nə dəxli var ki bunun? Mansur özü halva yer edir. Bir hansı məclisə gedər ki, belə birinci halvaya cımardı, gözünə təpərdi halva. Halva canlı edir amma, ha. Nə dəxli var ki? Ha? Yox, xoşuna gəlir də, şirniyyət sevən idi. Halva deyil, qənfet deyələr, harada gördü, bir də atırdı qənfetdən ağzına. Halva amcası bilir. Gördünüz ya, bilirəm, sığabdır, yemək olar. Mən də deyirəm ki, siz də Heç yiyin. kimsə ağız danışmır da. Adam deyir pis yəni. Bir xəbər bilir də. Yox, mən nə deyirəm ki? Mən demirəm, deyirəm ehsanat ölüyə də var, diriyə də. Deyirəm bu emalxanaya gələndə çayı konfetsiz içməzdi. Hə, bilirəm. Sonra ki bu gedəndən sonra xaladenik açırdım, nə şirniyyat var qalmazdı. Özü çay oldu olmadan qənfet yeyir də. Rəhmətli şirin idi. Rəqsi də şirin idi. Özü də Doğrudan şirin ha, adamdı. heç adamın ağlına gəlmir özüm. Heç belə nə bilmək. Nə gəldi Mansur? Milli sərvət Açıldı. Böyük içi dayadı. Böyük. Doğrudan. Salam aleyküm. Allah rəhmət eləsin. Allah əziz versin. Allah səbir versin. Allah rəhmət eləsin. Abi bir şey məlum da öyrənə bil. Həvəs bir olmalı belə şey. Ana dedim bu rəhmətliyə ki, oynama ilə elə skorusla, elə sürətlə oynama ilə. Mən oynayanın həmişə siri sifətinə Oynadan baxıram. görüb səndə. Hacı, bəli Şirin, o dəfə Mənsur kişi rəhmətli rəqs eləməmişdən qabaq siz bir söz işlətdiniz. Dediniz ki, bu cür ritmdə iki nəfəri yola salmışsınız. Olur, bəli. Ay Mansur, yenə beci tava oynayırsan. Bəli, bəli. Olmaz sənə. Eşeği olmaz, oynayıram. Ayaqları nəfəsin qaralmışdı. Heç nə. Mən nigarım, mənim həyatda praktikamda 2 nəfər olub becid oynayıblar, ürəkləri partlayıb ölüblər. Heç nə. Vallahi, ay Mansur, qorxuram, sən mənim dostumsan axı. Ha. Sağ ol. Allah da rəhmət eləsin. Ürəyimə danmışdı. Allah rəhmət eləsin. Mən ona da dedim ki, belə bir sürətlə oynamaq. Həqiqətən də 2 dəfə mənim Sən gələ özünə. Yox, mən oynayan adamın həmişə sifətinə baxıram.
bu rəhmətlik badımcan rəngi almışdılar. Ay, Gömrə o, göyə. sen gördün onu. Biz necə o cür bezi çaldın onu? Mənə dedi ki, sənin neyva lazım. Ha. Dedi ki, can mən deyil, qazağı çal yenə mən üçün. O qazaq olmayıb, o onun nəzəri olur. Hə, baba. Allah siz Allah bu başdan hələ heç bir şey məlum deyil. Deməyin rəhmətli zat. Bu bir xəbər bilək sonra da nə tələssürsün? Olmaz axı. Rəhmətli deməyin ziyanı yoxdur. Burası inan Adamın olması. pis yerdə, Ara ayət verir. ölüyə də rəhmət var, diriyə də. Ancaq Ancaq mənim evimə pis gəldi. Bu mənim evimdə ol baxın. düzdür. Bu öldürdü Mansuru. Bu necə onu öldürə bilər ki, mən bunu ilə ona nə qədər hava vermişəm mən. Hadi, mən hava Ayağını oxula, ayağını oxula, ayağını oxula. Doktor harada qaldı? Doktor. Doktor. Kislorodla padoşkanı əvəz eləmişəm. Sen çaldın da ben çaldım da. Ar mənim o əcəl gələndə var. Ari mən tələsməyəcəm. Deməyin o sözü. Valla mənim evimə pis gəldi. Yox, o doktor gedəndə o qara pişikdi hardan keçdi onun qabağına. Değil mi? Doktor vaxtında gəlsəydi, sağaldasaydı Yox, onu. özü doktor gəldi bizə deyib belə şey yoxdur, nə bilim nə. Gedirdim, qabağıma bir yeşə bir qara pişik düşdü. Özü gedib qayıdıb Ya daha zəlzələ ya pişik. vəlvələ. Vallahi. Allah özü kim olsun ki, şad xəbər qismət eləsin. Şad xəbər versin. Bir nəzir niyaz da verərik. İnşallah. Arada Mansur gəldi. Açıldı qapı. Bir cür söyürdü, o belə. Gəl, xoş Elə gəldin. buranın ləzzəti yox idi, mahsul yox. Allah rəhmət eləsin. Bu Bax, hələ bir xəbər sən yox, deməyin elə gəlin. Keçin, keçin. Gəlin görün. Tamam, gəl. Mənə Abdul zəng elədi. Avasulu mənim, sən bura gəl. Sən gəl. Deyir ki, Əyləş, əyləş. Abdul zəng elədi. Dedi belə bir şey eşitmişəm. Bəd xəbər eşitmişəm. Abdul Yasamalda olur, bilir. Hə də. Ona Deməyin bax. elə, mənim ürəyimə pis gəlir. Valla pis gəlir. Deyirəm, bas, Allah adam inanmır. Dünən sağ olan insana baxır, elə bilsən sağlam, sağ ol. Yusuf müəllim, mən o xalçaya baxıram. Görürsən də heyvanlardır. Rəhmətlik çox heyvanpərvər insan idi. Allah rəhmət. Özü də yaxşı skripka çalırdı. Bayağı Görürsən başqa alətlər də orada da. İnsan pərvər eşitmişdi amma heyvan pərvər. Yəni bu heyvanlara xüsusi Ya Allah, rəğbət elə bir var. zarafat olsun. Mənim. Yaxşı, necə oldu bu hadisə? Mən çoxdandır gəlmirdim buralara. Ay, Abbasqulu mənim. Burada yığışmışdıq həmişəki kimi. Demək, gülmək, oynamaq. Durdu ki, bir dənə mənim üçün rəqs çal Həciyə. Həciyə dedi ki, abi Mansur, bəs bu qədər becid oynamaq. Mən bir ağır hava çaldım, saxladı. Çox şey, çox. Saxladı. Əzəl gəlmişmiş də. Saxladı, bir dənə becid hava oynadı, bir də gördük ki, belə gicələnən fason oldu. Yıxılanı sentriyəni tutduq, uzatdıq, havasız adı, nə bilim, nəfəssiz adı kesildi. Dili qəttələnmişdi. Ha. Bu da üçüncü. Telefon verin, telefon. Abla telefon verin. Dedim sənə oynama yine becid hava. Ben çəkilin, hava gəlsin, ben çəkilin. Telefon işləmir, telefonumuz yoxdur, bir adamın telefonu yoxdur. Arkadaş da bu kızardım çəkilin. Yan da çəkilin, bir hava gəlsin bura, ona çəkil. Yan da Buna çıxmışam. Mən bəlkə gedim skorofomu Get, get, çağır. Gedirəm skorofomu. Mən də ineyim. Ha doktor sen get. Dinlen oradaki milli servetimiz elimizden gelir. Sonra qaçdı həkim dalıyca. Həkim getdi, o da ki, nə bilim, burada bizə deyir ki, qara pişiyə inanma, qayıtdı gəldi ki, qara pişik keçdi qabağımda, qayıtdım dala. Nəysə, bir balaca hələ bir ki, rəngi özünə gəldi. Qoyduq onun maşına, elə öz maşınına, əli sürdü, getdik evlərinə. Apardıq evlərini verdik, şeylədi, uzandırdıq, çıxdıq gəldik. Biraz babat idi, rəngi zadı gəlmişdi özünə. Sabahsı günü... Özü də dedi ki, gedin də, mən özümü yaxşıyam. Hə, doğrudan. Dedi ki, gediz, yaxşıyam. Yox, bağımcan rəngini almışdı, o yaxşı ola bilməzdi o. Valla Dırnaqları da göz göyüydü. indi özü bizə hələ dedi də. Dedim sənə Mansur, becid oynama yine. Havana bağlanma. Gel kömək Sabahsı günü əli ilə yığışdıq getdik ki, bir xəbər bilik. Gəldik qapının zəngini bastıq. Zəngdən də bülbülün cəhcəhinin səsi gəldi. Fikir ver necə gözəl Mənə cəhcəh həmişə idi. deyərdi rəhmətli, hindi deməsin, mənə üçün bir hava çalır. Özü hop stop istəyərdi, hop stop çalarsan mənə üçün hop stop havasını. Orada cəhcəhlər bu. Necə deyirdi? Bir dənə hazır xahiş edirəm ona göstər. Allah qoşun sağlamlara inşallah da ölməyəcək. Yaxşı olar ha. Çox reyli salmıyor. Allah rəhmət eləsin. Arif mən nə oldu sənə? Qoy ürəyin boşa, qoy ürəyin boşa. Açın tıxanda. Küsmü de bağına geçti. Ay nasıl? Küsmü de bağına geçti.
Bir sola. Gör. Takma da anda atayım. Ben de görürüm. Gel, baxın, bax. Bədbaxt özü getdi qarları dəlil edir. Sen görünmezsen. Yox, görmürəm. Yaxşı. Rahmet eylesin. Rahim müəllim siz danışın. O Doğrudan. yarımsı qaldı, qulaq asa bilməm. Ay bas mənim. O işim getdi səhərsi günü qapının zəngini basdı, bülbül cəhcəhi. Qapını açan yox. Döyürük, açan yox. Sonra qonşular düşdü aşağı. kömək elədilər. Kömək elədilər, hə. Qapını açdıq, girdik içəri. Daha qapını apara sındıran fason ha. Girdik içəri, gördük ki, evdə otaqda heç kəs yox, amma pəncərələr açıq idi. Gəldik, yaxınlaşdıq. Pəncərədən baxdım aşağı, gördüm asfaltın üstündə yaş yer. Ay Mansur. Yaş yerin kaldı. Hava yaxşı da sən lap gerçək. Hayır, mən də o yaş yerə baxdım. Gözümün qabağına gəldi ki, Mansur da milli geyimdə rəqs edir. Əstağfurullah. Bizim gedən yerimiz var. Nə icazə verərsiniz? Ay Rahim. Allah rəhmət eləsin. Onlar çıxıb getdi. Bindi Mansur gəldi. Kim çalacaq? Nahara çalacaq. Mansur sağ gibiyim gelsin. Allah Həki olsun, Allah qoysa gələr inşallah. Allah gələr. Kim qaytara bilər də. Deyirəm, Şam da necə oynayır, fikir versin. Oy, oy, gör necə oynayır da Şam. O geyimdə qiyafəsi heç yadından çıxmadı ha. Papaq zat da qəşəng yaraşırdı ya ona. Elə bir neçə gün bundan qabaq Abdullah papağı bağışlayıb. Bu papağı Bu papağı şahla Vay, göre. Vay yaxşı, yaxşı. Ay Abdül. Hadi. Yadigar saxlayarsan. Sağ bağışlamaq demək zatdır da, hər halda düşər düşməz yox. Mən heç bir qanusluk ayrılıqdır, nə bilim, müəyyən şeylər demirəm, bu papaq da ayrılıq yox. O bağı indi o bağışladı ona, o özünə düşmədi də. Papaq yəni başını Hocam, yiyəcək onu. Deyirəm, Vay. bu- Açıldı qapı. qapı açıqdır. Söz yerə dəyişdi. Ay, şükür Allah'a, bax, qoyursan, dəfnağına gəlir. İnşallah söz də gələcək inşallah. Xeyr olacaq. Rahim müəllim, qapını siz nöç bağlamırsınız, həmişə bağlı olardı. Amma sonra bir sözdə qapını açıq qoyurlar da. Bir tərəfdən deyirsiniz ki, hüzür, bir tərəfdən də deyirsiniz ki, Valla bir ölməyib sağ. xəbər yoxdur. İndi hər ehtimala qarşı da bir gələn qapı açıldı da, bir pis dübəgə. Şəkili qoymuşsunuz, şam yandırmışsınız, elə bir əhval-ruhiyyə yaranıb ki, bu rəhmətə gedir. İndi bu da deyirsiniz ki, heç nə olmuyor. Əslində ayaz şəkil orada olsa yaxşıdır da. Orada Ha, harda? olsun da. Hadi, hələ baba heyvanpərvər adam idi, elə qoy orada olsun. Əli gəl askiran ona. Hər şey düz deyir. Həm Şamda yaxşı, hə? Yaxşı. Şam yandırıb eləyər bunu. Allah elə o heyvanlar insanların həyatda günahsız olurlar. O heyvanların zadı ona kömək olacaq, heç ölməyəcək Allah qoysa. Yox, indi xəbər bilək də, amma deyirəm insan gəlir özündən sonra həmişə yaxşı bir ad qoysun, nə bilim. Allah rəhmət eləsin hani. Onu yada salanda bir yaxşı bir əhval-ruhiyyə gətirsin. Mansuri, Bugün gül cəmalına salavat çəkir. Bunu da qoya bilərsiniz. Yaxşı biz indi təzə gəlmişik bura. Ancaq bu ab-ı havadan görürəm ki, neysə belə yaxşı alınmır. Biz başa düşmədik. İndi biz də halı əlin bir vəziyyətdən görək nədir. Arif mənim, sakit oldu, olmadı ki. Əşi, Mansur da itib. Yoxdur, tapa bilmirik. dedim ona ki, dedim mən ağır hava çaldım onun üçün, dedim mən iti hava çaldım. Dedim üstüb gedin. Ay yox, dedim ki, iti hava, dedim oynama gidən, rəngin zadın göyərir, mən baxıram sənin rəngindən zadından, bilirəm ki, sənin də ola bilər, dostumsan mənim, həyatım. Burada ürəci xarab oldu, apardı da evlərinə zaten. Oynadı, dedi mənim, can mənim döyürsən, bir qazağı çaldım onun üçün, ürəyi getdi, elə klarnetlə nəfəs də verdim. Allah rəhmət eləsin. Daha hindi, daha apardı oynadı evlərinə, ondan sonra itkin düşüb bu adam. Nə ölüsü bililir, nə dirisi. Onun Rahim şəklini müəllim, qoydurdum ona. bəlkə deyirəm Abdul bir onu yada salsın. Axır vaxtlar yaman çox məşq eləyirdilər, həm rəqs eləyirdilər bir yerdə. Qəşəng də alınırdı ya Qəşəng də. rəqsləri. Buyur Azul. Al. Nasıl der? Əzizim ölməyədir, sərəlib sölməyədir. Əzizim ölməyədir, zaralıb zölməyədir. Çək əvvəldən nə mənsur nəlum,
Eşbiri ölmeyedir. Ne mahsul ne ölüm olmaya. Bizim bu həyatına nə təklif Bizim bu hayatların Hər ağızda bir dua var. Elə biz 100% bunu deyirik ki, ölüb. Gəlin bir dua eləyək. Bəlkə inşallah sağ-salamat qayıdıb gələr. Yəni hələ dəqiq bilinmir də. Mən bir dənə Vallahi. təklifim var. Şəmşir qardaş, mən bir dənə şeir yazmışam. İstəyirəm bax ona Mansur hamını çağıram. İcazə versin, bax Buyur, hamını Rahim, mənim bir təklifim var. Arif şeir deyəndə Həci də qoy gəzişsin, ondan daha təsir alır. onu değme. Mansur'u apardı, onu değme. Mansur'a ben bugün hava verdim beş ne kadar beş. Ben ne taraf? Yox, hər halda xahiş edirəm. Mansur'u Qazağa apardı. Ben de Qazağı çalmayacağım ki. Muğama çalacağım ki. onda olar. Necə məsələ? Arif müəllim, sakit ol. Sakit ol, sən Allah sakit ol. Yaxşı olar, yaxşı olar. Əli gəzir ayaqyalın yolları. Rahib səpir falçılara dolları. Qalxır göyə Arifin də qolları. Gecə gündüz ha çağırır Mansur hey. Mansur hey! Gah çağırır, gah bağırır Mansur hey. Mansur hey! Bəlkə səni qara pişik bağlayıb, kiçik qala küçəsində saxlayıb, yarı yolda doktor çatıb haqlayıb, düz yolundan döndəribdir Mansur hey. Mansur hey! Şorsuliyə göndəribdir Mansur hey. Mansur hey! Hər sözündə, söhbətində təm şirin, rəqsləri həm məzəli, həm şirin, daha qalxmaz əli qolu şəmşirin, şəkərimiz, şərbətimiz Mansur hey. Mansur hey! Bizim milli sərvətimiz Mansur hey. Mansur hey! Adın bəlli, izin bəlli, sözün yox. Əksin burada, rəqsin burada, özün yox. Daha bizdə həsrətinə dözüm yox. Göyə çıxdın, yerə batdın Mansur hey. Mansur hey! Dostlarını niyə attın Mansur hey? Mansur hey! Pişik çıxsan məhəllədən dolan gəl. Ötür ginən 7-8 dalan gəl. Eyləmisən qəlbimizi talan gəl. Tək səbirlə geri dönən Mansur hey. Mansur hey! Svetofor tək yanım sönən Mansur hey. Mansur hey! Göz yaşıdır çəmənlərin jaləsi, qan ağlayır düzənlərin laləsi, zilə qalxır klarnetin naləsi. Gözə görün, geri qayıt Mansur hey. Mansur hey! Lap açarıq sənə sayt Mansur hey. Mansur hey! Kimler geldi, kimler gitti bu dünyada, bu dünyada. Kimler geldi, kimler gitti bu dünyada, bu dünyada. Arif olan nakam yetmez bu dünyada, bu dünyada. Arif olan nakam yetmez bu dünyada, bu dünyada. Her devrandan bir gerdiş var, bir reydedir bu rüzgar. Her devranda bir gerdiş var, bir reydedir bu rüzgar. Hüner göster Mansur kimi, bir ada var, bir ada var. Hüner göster bir ada var bu dünyadan, bu dünyadan. Er gezir ayakları yolları, rahip şəpin yer falçılara dolları. Kalkıp göğen Arif'in de kolları, gece gündüz hay
ay çağırır Mansur hey. Gah çığırır, gah bağırır Mansur hey. Belki seni qara pişik bağlayıb ay Mansur. Kişi qala küçəsində saxlayıb ay Mansur. Yarı yolda doktor çatıb haqlayıb ay Mansur. Düz yolundan döndəribdir Mansur ey. Xəstəxanaya, müalicəyə göndəribdir Mansur ey. Adım bəlli, izin bəlli, sözün yox. Əksin burada, özün yox, özün yox. Biraz kövrəlmədən adam. Daha bizdə həsrətinə dözüm yox. Daha bizə həsrətinə dözüm yox. Göyə çıxdın, yerə baxdın ay Mansur hey. Dostlarını niyə attın ay Mansur hey. Ay Mansur hey. Əzizinem düz gələk, dərə təpə düz gələ. Kaş bütün doğrular yalan ola. Elə bu dəmdə, bu anda kiçik qala 84-də kim gələ? Mansur gələ. Kaş Mansur gələ. Amin. Yazmış ki necə oynayardı. Şəmşid bir dənə dəstə ancaq açdı. Necə rəqs edeyim? Sən də yavaş salacaksın. Hele sal. Ancaq qazaq olmasın. Yok yok. Kazanlar vardı. Sirena itirməyək də. Hacı, bir tane yiyeceğim sana. Ne yiyorsun sakalam? Halvanı götür gözün qabağında saxla yanına Halvanı çıxır. götür gözün qabağında olacaq, onda tələsmərsən. Yemə, yemə.
rəhmət eləsin. Ruhu şad olsun. Allah canı salamat eləsin. Allah sağ ona olsun. qardaş Sağ səni. olsun. Burada sağ olacaq inşallah. Ben 41-45'te gedərdilər müharibəyə, nə ölüm kağızı gəlirdi, nə ölüsü bilinirdi, nə dirisi bilinirdi. İndi Mansurun işi Şuralarda bəli. Yaxşı olar Allah inşallah. qoysa Allah Allah rəhmət salamat eləsin. eləsin. Amma çox zəhmətkeş adam idi. Taksiyə minərdin, üzüm şoför Mansur. Ha bazara gedərdim, hep bazara. Yadına verəsən nə vəzi. Rəhmətlik. Yadıma gəlir 5 Ha, manatlı ha. pazarı bizə 15 manata sırıdı. Allah rəhmət eləsin. Amma hacı Toya gedirdim sərpayı Mansur. mən- Özü oynayan, damatdan çox özü oynayardı. mən eşitmişəm ki, bu taksi ilə insanları aparanda heç pul almazmış. Yox, sən də. Bunu almazdı. Nə danışırsan sən? Öyle şey olar. Maşına oturmamış herhalde deyir ki, mənə bir 5 10 xəşli ver. Qardaş İşte benim belə töküldü, maşını sürə-sürə motoru bir sıran gün yığdırdım, 150 manat verdim. Karabkan belə oldu. O kadar ağlayırdı ki, çıxardım tanı bir. Ay hacı, onu da ərki süzə çatırdı da. Ərki süzə çatırdı. Mənim yadıma gəlir. Taksiyə minəndə baxar görə Mansur da öyle, ondan sonra minir. Məni həmişə elə Allah'dadır rəhmətliyimdir. Məni bir dəfə buradan apardı elə gedəndə. Rəhmətli 20 yanvaracan bir dənə elə anekdot da danışdı ki, mənim üçün ki, deyir bəs o biri ölür, aparırlar. Molla bir molladan sonra ki, bəs molla bu tabutun hansı tərəfində getsə yaxşı olar da. Bir molla da qayıdır ki, harda gedirsən, get ki, içində getməklə. Dedi bir də ha qəhqəhə seçdi, güldü də belə. Rahim, rəhmətli Allah rəhmət eləsin. dünyanı gəzmişdi də bilirsiniz. Rəqs sənəti ilə. Yəni demək istəyirəm ki, elə doyunca yaşadı da, hələ də. Heç yaşar, şu ay nasıl yaşayacaq? O bizim milli sərvətimiz deyib, bundan sonra 100 il yaşasa da azdır. Hər birimizin gözünün qabağındadır da bu qəşəng hadisələr, əhvalatlar olub o ilə bağlı. Mansurdan sonra nə deyərdiniz? Bu Bir dəfə indi olmasın mərhumu aparmışdım Lənkərana toya getmişdi. Cəmaət necə çox istəyirdi bunu ayrı, necə çox istəyirdi. Maşından düşən kimi inandırım səni ki, millət yığışmışdı qarşısına da. Bir dənə toyda oynamaq oynayırdı. Mən bir də axırdan onu toya apardım, həqiqətən 8-dən çıxdım. Qonaq şey apardım, dedim otursun, yesin, içsin. Cibində 5-10 manat elə belə xəşli qoyacaq, taksi pulu. Elə çatamdan bu toy cəmaatı yalan oldu. Elə bu mənə qayıtdı, vallahi rəhmətlə deyən biləm, Allah canı sağ eləsin. Elə çatandan ki, mən nə vaxt oynayacağam? Dedim, qarəm, mən səni qonaq gətirmişəm. Elə ye, iç, ilə narahatlı taksi pulu verəcəm. Hə, beləcə gəldi, ikinci də için mən beləcə... Pay bax bunun belə işləri var idi də rəhmət. Nə deyirsiniz Nə deyir? oynamam, nə pul. Rəhmətli bizim xorun yaraşığı idi da. Doğrudan. Rəqslər eləyirdi. Ən çox da Abdul Kövrəlibəy fikir verirsiniz. Mansur Haliyev mənə oynamaq öyrətirdi. Mənə birinci oyun belə. Gənə öyrədib də gənə də. Su boğaz duyğun gəlmirdi, orada sənə nətə örgətsin o? Ayaq rəqsləri. Yox, elə yox. Düz oynamırsın. Bax. Belə oynamaq. Yəni demək istəyirsən birini öyrənməyib də bu. Öyrətməyim onun. Həmişə Əsas siri var. Eybi yox, gəl də rəqsi saxlayır. Saxlayır əlbəttə. Əş. Arif mənim. Vay, olmadı ki. Əş yaxşı da. Buna 200 olmasın da ürəyim. Yaxşı, yaxşı. Bəlkə ölməyib, ay Allah qoysun ölməyəcək. Səvr eləyim. Arif mənim. Allah, 41-40. Yaxşı da, yaxşı. Mansur çox qəlbi geniş, belə cəsarətli, ürəkli bir Doğru davran. sözlər demədi. Olanın danışıram da, bu kişi bu cür neydi, bu cür nədən var. İstikaməti danışda gündüz bu danışda necə? Qəddiqaməti də indi sənə görə qəddiqamətli idi. Mən ona nətərdim qəddiqamətli. Sənə görə hə qəddiqamətli. Estağfurullah. Nami, buyur qardaş, mən bilirəm ki, sənin ürəyin doludur. Mənim Allah'ım da gərəli biraz, üstünə biraz, ürək doludur, ürək partı. Vallahi. Gəl ay Şəmişir. Gəl, Şəmşir, gəl bırak, mən keçərəm sənin yerimə. Əllə ritm saxlayarsınız da. Ay Nami, özü biraz qəmlidir yine, sən Allah. Qoydu bizi, getdi rəhmətə Mansur. Qoydu bizi, getdi rəhmətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi, getdi rəhmətə Mansur.
çətin dözək biz bu həsrətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Gəl ay Mansur, mən verim şabaş oyna, sal gidəm bu meydana, talaş oyna. Sənə hacı çox söylədi, yavaş oyna. Nahaq keçdin o zür sürətə Mansur, nahaq keçdin o zür sürətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur, qoydun bizi getdin rəhmətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Həmişə sənin xoş görmüşdük sözünü, istərik ki bir də görək yüzünü. Dedik sənə çox incitmə özünü, niyə qulaq asmadın nəsiyyətə Mansur, niyə qulaq asmadın nəsiyyətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Sən uzanmış idin ölüm yatağına, doktor getdi həmkarlarının sorağına. Onun yolda pişiyi çıxdı qabağına, görüm o pişiyi gəlsin lənətə Mansur, görüm o pişiyi gəlsin lənətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Hər an göstərdin oyununla möcüzə, çox rəqiblərlə yandın üz-üzə. Sən ki təkcə gərək deyildin bizə, sən gərəkdin bütün millətə Mansur, sən gərəkdin bütün millətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Çox çətindir rahib mənim üçün demək, az qalıb köksümdən laf çıxsın ürək. Milli sərvətimizdün zalım fələk, ne cür qıydı milli sərvətə Mansur, ne cür qıydı milli sərvətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Bir acı söz çıxmaz idi dilindən, həmişə zövq alardı obası əlindən. Qurtara bilmədi əcəlin əlindən, həyatı bağlandı bir alətə Mansur, həyatın bağlıymış bir alətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur, qoydu bizi getdi rəhmətə Mansur. Çətin dözək biz bu həsrətə Mansur, qoydu bizi getdi rəhmətə Mansur. İtirmişik Mansur kimi qardaşı, burada hər insana yaxın sirdaşı. Arif müəllimin qurumur göz yaşı, çətin dözə o bu möhnətə Mansur, çətin dözə o bu möhnətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Heç bilmirəm necə deyim avazımdan, çoxundan söyləyim yoxsa azımdan. Bir içim su da getmir boğazımdan, nə cür atım əlmi şərbətə Mansur, nə cür atım əlmi şərbətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Qoydu bizi getdi rəhmətə Mansur, çətin dözək biz bu həsrətə Mansur. Son zamanlar nəysə bir təhər idin, hardan biləydi ora gedər idin.
Sen ay Mansur çok heyvanperver idin, hem de bağlıydı təbiətə Mansur, hem de bağlıydı təbiətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Zarafat olmaz ay rahip bu boyda da, hemşe bizle vardı ıstırayda da, hemşe bizle vardı ıstırayda da. Özde temenna güdmezdi toyda da, ağır da demezdi rüşvete Mansur. Ağır gitmez idi rüşvete Mansur, gitmez idi ağır rüşvete Mansur. Çetin dözey biz bu həsrete Mansur. Yine o devir o zaman olaydı, ne için halım bu cür yaman olaydı. Kaş ölüm haberin yalan olaydı, yine katılaydım bu heyyete Mansur. Yine katılaydım bu heyyete Mansur. Koydu bizi gitti rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Neyniri burada senden ötəri, her insanın düzdü ömrü köçəri. Nala ilahi köş girə içəri, əgər keçibcə bir xəlbətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Çətin dözey biz bu həsrətə Mansur. Çətin dözey Biz bu həsrətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur. Xəstəydin rahib etdi ziyarət, sensiz dözməli laf qopar qiyamət. Hamımız dua eləyək olsun salamət, yoxsa dözməli bu dəhşətə Mansur. Sensiz dözməli bu dəhşətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur. Çətin dözey biz bu həsrətə Mansur. Koydu bizi gitti rəhmətə Mansur. Çətin dözey biz bu həsrətə Mansur. Oyunda çox yüksəkdi təhsilində, odur ki tanınmışdı Nova elində. Son dəfə gördüm ki çöldə dilində, son dəfə çöldə qalmışdı dilində. Necir dözey əzaba zillətə Mansur, necə dözey bu əzaba zillətə Mansur. Koydu bizi getdi rəhmətə Mansur, çətin dözey biz bu həsrətə Mansur. Qazaxı ilə bağlandı kitabın, nə sağ nə vardır ölüm cavabın. Qazaxı ilə bağlandı kitabın, nə sağ qalmaq nə var ölüm cavabın. Bu dünyada çox olmuşdu savabın, güman edirəm düşər cənnətə Mansur. Güman edirəm düşər cənnətə Mansur. Koydu bizi getdi rəhmətə Mansur. Çətin dözey biz bu həsrətə. Allah rəhmət eləsin. Allah salamat eləsin. Yüz yaşasın. Ölüm xəbəristan sənəfdə çox yaşayır. Şamşir kardeş gel geç yürü be. Gel. Gel. Hacı sen de. Gel kardeş gel. Öz aramızda o. Bu böyle bizim doğrudan milli sərvətimizdir də. Deyirlər şər deməsə onun xeyri gəlməz. Biz hamımız istəyirik ki, hər şey yaxşı olsun. Amma bütün dünyada tanınmış incəsənət xadimlərini, böyük adamları son mənzilə alqışla yola salırlar. Gəlin bir məşq eləyək. Bax, biz elə bir adam deyir, bu bizim milli sərvətimizdir. Bizim milli sərvətimizdir. Gəlin bir məşq eləyək. Nə təklif edirsən? Bir alqışlarla o nətər yola salacaq idi. Bu balaca bir Yəni deyirsən Mansuru yerdən götürmək. Yox, əstəğfurullah, əstəğfurullah. Hər halda bir heç olmasa mənə gəl yaxşı olar. Bir yox da. Hazır olaq. Düzdür Arif müəllim. Vallahi. Dirigör yaxşı bilər. Məsləhətdirsə belə bir şey eləyək. Hə? Havasını verin. Məsləhətdir. Onda belə əl çalmağı da gərək nətər eləyək bu yerdə də. Mən işarə eləyirəm. Siz işarə eləyin ki, necə o
nətər eləyəcək orada? Buyurun, hazır olun. Getdik. Ya, o tempo razı olmaz. Bunu iti eləmək lazımdır. Ha belə tər eləyir. Çalma. Bəlkə nağara ilə. Bir dənə Ala ne oldu bala? Subhanallah. Yoxlamazlar ki ya, ölmüşəm, qalmışam, hardayam, Gəlmişdik öyə gəlmişdik. Biz qapını kim sındırıb? Gəlmişdik qapını sındırdıq bəs girdik içəri. Orada iz Bir qalmış. dənə qazandı. Allah'a çok şükür. Bir dənə qazandı.